Baxın, bunu vurğulayım ki, maariflənmə konusunda biz maariflənməliyik. Bu daimi şəkildə, yəni dünya gelişdikcə, inkişaf etdikcə, zaman irəlilədikcə gelişirik başqa konularda da. Yəni ona görə bu mövzuda da biz mütləq şəkildə gelişməmiz lazımdır. Yəni bitmir. Məsələ hansısa bir yerdə dayanmır da, yəni belə deyim. Və bununla da bağlı, yəni uşaqlar da get-gedə fərqli-fərqli, heç bir autizmli uşaq zaten bir-birinə bənzəmir. Hamısı ayrı-ayrılıqda fərqli bir dünyadılar. Yəni o dünyaya girib daxil olub o dünyanın onlarla bir əl-ələ tutuşmaq lazımdır. Kəşf etmək lazımdır. Bəli. Orada onu eləmək istəyən birincisi insanlar olmalıdır. Mütəxəssis olaraq biz həmişə yanaşanda bu birinci faktordur bizdəki. Yəni bu uşaqlarla işləmək istəyən insanlar olmalıdır. Bu bir. İkincisi təbii ki, bu sahədə ixtisaslaşması lazımdır. Üç, yəni maksimum dərəcədə daim dayanmadan maariflənə bilməsi lazımdır. Yəni bu sahə elə bir sahədir ki, bir eğitimlə, bir təhsillə dayandırmaq, yekunlaşdırmaq olmur.